Fevral ayı gəldi, hələ də balıqların üzü gülmədi. Mart ayı düşərli olacaq deyə bir söz gəzir ortalıqda. Mart ayı sizin ayınızdır. Biraz da səbirli olun, əziz balıq bürcüləri. Balıq bürcülərinin sukunluğu var. Bir balıq bürcünü anlamaq istəyirsənsə, onun sukunluğunu anlayacaqsan. Baxışlarını anlayacaqsan. Nə istədiklərini, nə demək istədiyini baxışlarından anlayacaqsan. Balıq bürcünün ən böyük problemi güvən problemidir. Ona güvəni ver. Onu sahiblən, qoru, buraxma. Onlar mükəmməl insanlardır. Ən böyük ehtiyac duyduğu şey güvəndir. Ona güvən ver və sakit dayan. Sənin qədrini biləcək, əmin ol. Balıq bürcü, unutmayın ki, bürcülərin ən həssasıdır.